Öncə mən də elə o qəzada həyatını itirən soydaşlarımıza Allahdan rəhmət diləyirəm. Yəni onlar bizim əsgərlərimizdir, bizim millətin zabitləridir. Yəni Türk millətinin başı sağ olsun. Orada 5 nəfər ekipaj üzvü var. 15 nəfər də o deməli iştirak edənlərdir, yəni başqa hərbiçilərdir və bunlar da əslində hərbiçilər deyəndə daha çox o F-16-lara xidmət edən texniki personal belə hesab olunur. Yəni bu F-16 Bakıda o paradda iştirak edən F-16-lara xidmət etmək üçün gəlmişdilər. Və qaydanda da bu ümumiyyətlə bu təyyarələr çox etibarlı təyyarələr hesab olunur. Çox nadir hallarda bunların qəzaya uğrayır. İndi o versiya var. Gündəmdə var ki, burada bir metal yorğunluğu ola bilər. Yəni həddindən çox artıq təyyarə hardasa bir 70 ilə yaxındır deyirlər. Hə, bu istismardadır. Ola bilsin köhnəlib, aşınıb və s. Amma mən deyək ki, istədim daha çox Türkiyədəki hərbi ekspertlərin mövqeyi mənim üçün çox əhəmiyyətlidir ki, onlar nə düşünürlər? Çünki onlar daha yaxşı bilirlər vəziyyəti. Orada açığı maraqlı bir neçə məqam var. Yəni istisna eləmirlər ki, burada texniki nasazlıq ola bilər. Bir ehtimal odur. Və yaxud oradakı yüklər bərkidilməyib falan, hə, o ola bilər. Amma onların konkret narahat olduğu məqamlar var. Əvvəla bir qayda olaraq hansısa bir belə deyək də texniki problem olanda dərhal bu barədə ekipaj məlumat verir. Bildirir ki, nə baş verdi, yanğın var, yaxud da yük sürüşdü, müvazinəti itiririk, idarə etməkdir falan. Təsəvvür edin ki, bir anda Azərbaycan sərhəddindən səhv etmirəmsə 5 kilometr keçən kimi sanki elə bir hesablanıb ki, Azərbaycan ərazisindən keçən kimi əlaqə edib, heç bir məlumat yoxdur. Üstəlik, həmin təyyarənin düşməsi çəkilib. Bu dəqiqə ən çox maraqlanırlar ki, onları kim çəkib və nə bilirlər? Sanki elə bil orada bir gözləyir, o anı gözləyirmişlər ki, o mütləq hadisə baş verəcək və orada təyyarənin deyək ki, düşməsini çəkirlər. Quyruğu düşür özündən öncə, onu çəkirlər. Yəni bu ehtimal da var ki, ola bilsin təyyarənin içində nəsə baş verib. Yəni kənardan vurulma falan, buna şeylər yoxdur, dəlillər yoxdur. Çünki çöldən vurulanda, məsələn, bizim o təyyarədə var idi, bu qəlpə yerləri var idi, güllə yerləri var idi falan, o raket atılmışdı. Puya, belə deyirlər, puya atmışdıq. Onun qəlpələri gedib təyyarəyə dəyib. Yəni, burada deyək ki, çöldən belə bir şeylər yoxdur. Amma içəridə nə baş verib? Bu barədə hələ danışılmır. İndi bildiyim qədər oranı bağlayıblar. Türkiyə hökumətinin xahişi ilə artıq ora heç kim buraxılmır. Yəqin ki, araşdıracaqlar və belə ehtimal var ki, əgər o içəridə bir partlayıcı maddə falan nəsə varsa, mütləq o bilinəcək. Onun hansı əlamətləri ola bilməz olmasın. Yəni, belə deyək də, burada bir terror hadisəsi varsa, aydın məsələdir ki, o yəqin ki, elində sonunda onu biləcəyin, varsa burada deməli kənar təzyiq, xarici təsir elementi var, deyə bilərik. Düzdür, hələlik bu ehtimaldır. Konkret olaraq dövlətlərin sıralayanda və yaxud da kənar gücləri sıralayanda, orada Rusiya sıraya rəhbərlik edir, başçılıq edir. Bütün o mənfi şeylərdə həmişə öndə olur. Yəni, bu narahatçılıq var, bu şübhə var. Çünki doğrudan da bu Azərbaycan, Türkiyə və Pakistanın birgə bu paradı keçirməsi aydın məsələdir ki, təkcə Rusiya deməyək, digər güclərin, yəni başqa ola bilsin hansı güclərin də xoşuna gəlmir. Çünki əslində yeni bir güc mərkəzi yaranır, yeni bir hərbi blok yaranır. Əslində biz bu barədə hər zaman danışırdıq ki, bizim bir doğrudan da Azərbaycan, Türkiyə və Pakistanın bir konfederasiyaya ehtiyacı var. Hərbi sahədə əməkdaşlığa ehtiyacı var və yaxşıdır ki, bu prosesdə baş verir. Yəni, addım-addım o istiqamətdə addımlar atılır. Bu ola bilsin, bölgə ilə marağı olan digər güclərdə və yaxud da uzun müddət bu bölgəyə hakimlik edən, yenə də bölgəyə iddiası olan güclərdə, bəli, bu narahatçılıq, qıcıq yarada bilər. Yəni, bu zaman, bəzən deyirlər ki, burada ən ciddi problem zaman məsələsidir. Bəlkə də başqa bir zamanda o baş versəydi, ola bilsin, bu izlər axtarmaq, yəni komplet teori axtarışı çox da olmazdı. Amma məhz bu paraddan dərhal sonra bu hadisənin baş verməsi, bu bir mənalı olaraq hamıda elə, mən izlədim, hətta Avropada da, Amerikada da, demək ki, əksər ekspertlərin elə birinci, yəni hamının dediyi o idi ki, burada ola bilsin ki, təxribat var. Kənar, üçüncü qüvvənin izi var, yəni bir formada ola bilsin, ora partlayıcı qoyulubdur və s. və l. İndi hər halda aydınlaşacaqdır. Amma bütün bunlar hamısı onu deməyə əsas verir ki, deməli düşmənlər ayıqdır. Deməli düşmənlər var.
Hətta lap belə deyək də, orada bir texniki bir nasazlıq varsa, bu da araşdırılmalı idi. Bəli. Bu da dəqiqləşdirilməli idi. Bəli, kimindir? Bildiyim qədər o sonuncu dəfə o kapital təmir deyirlər də, kapital remont falan. 10 il əvvəl. 20-ci ildə, 5 il bundan əvvəl Bəli, olubdu. 5 il əvvəl. Bəli. Amma bütün hallarda yəni bu yoxlanmalıdır. Bu həm də orada bir şey var ki, bu təyyarələr yalnız personal daşımır. Yəni o F-16-lara xidmət edən o texniki personalla yanaşı, həm də avadanlıqlar, hansısa ehtiyat hissələri falan. Yəni mümkündür, hər şey mümkündür. Mən açığı bunun texniki səbəbdən, yəni qəza olmasını da istisna eləmirəm. Amma kənar müdaxilənin olmasını da istisna eləmirəm və bu kənar müdaxilənin də təəssüf ki, sərhədi çox genişdir. Amma təbii ki, ilk növbədə bölgə ilə bağlı maraqları olan, bölgə ilə, ümumiyyətlə bizim Türkiyə ilə yaxınlaşmağımıza dözməyən, buna çox ciddi qısqanclıq edən dövlətlərin, güclərin də əlinin olması ehtimalı var. Yəqin ki, indi bütün hallarda məsələ aydınlaşacaq. Düzdür, bəzən çox yüksək peşəkarlıqla bunu törədəndə onu müəyyənləşdirmək çətin olur. Məsələn, bu günə qədər hələ Polşa prezidentinin o Kaçinskidə səhv etmirəmsə, hələ onun o qəzaya düşməsi, yəni o təyyarəsinin yerə düşüb çarpılıb məhv olması falan, hələ onu tam aydınlaşdıramırlar. Düzdür, Polşalıların öz fikri var, öz qənaəti var. Onlar da hesab edirlər ki, burada Rusiyanın əli var. Amma hələ rəsmi olaraq deyək ki, bir sübuta yetirə bilməyiblər də. Yəni indi bu baxımdan bilmirəm, indi burada da nə qədər əgər elə təxribat olubsa, nə qədər peşəkar işləyiblər.